Pasiyentimiz 2 ay keçib mədə kism əməliyyatından 106 kilo çəki ilə əməliyyata girmişdi. Keçən dəfə paylaşmışdıq, hamı yazırdı ki, ola bilməz. Bu çək 96 kilodur, yalan çək deyirlər. 2 ay keçibdi, 96-dan da biraz düşüb. Xanımın boyu hündürdür deyən, özü də həmişə idmanla məşğul olubdu deyən, çox fit görsənir. Və baxaq indi çəkiyə, sübut eləyəcəyik çəkisini. Keçən dəfə çəkməmişdik. Canlı çəkilir də. Canlı çəkilir, bəli. Canlı çəkilir. 87, hətta 86 kilo düş. Yox, çıx, tərəzinin üstündə ol, tərəzinin üstündə ol. Birdən deyərlər, qıraqdan zaddan tutub da. Kim bilirlər ki, Elə bilirlər, qıraqdan boyun zaddan hündürüzə çəkim. 87, hə. Əla, təbrik edirəm. De görüm, nə şikayəti bizdən narahatsızlığınız? Heç bir şikayətim yoxdur, heç əla. Yəni bilsəydim, Çoxdan. daha 2 il öncə gələrdim. Məsləhət görərdim həkimlərə. Kusmanız olmayıb, kusmalarınız olmur. Yox, heç bir şey. Yorumlarda da yazırlar, bəziləri yalandır. Ay xanım, mən 86 kilodayam, 90 kilodayam, boydayam. Mənim boyum var, sümüyüm 8-8, ona görə də. Əla, təbrik edirəm. Super. Sağ olun.